Dön Süleyman. Dön. Bugünkü videomuzda Osmanlı-Viyana macərası haqqında danışacağıq. Adamlar ilk dəfə gəldilər, gördülər, amma fəth edə bilmədilər. Birinci dəfə 1529-cu ildə Sultan Süleyman gəldi. O vaxt Osmanlı zirvədə idi. Avropanın yarısını titrədirdi. Ancaq Viyana o inadkar çıxdı. Hava soyuq, yollar bataqlıq, toplar işləmirdi. Üstəlik şəhər divarları o qədər qalın idi ki, Osmanlı ordusu nə qədər vursa da keçə bilmədi. Sultan Süleyman biraz da döyüşdü. Daha sonra boş ver deyib geri çəkildi. İkinci cəhd 1683-cü ildə oldu. Bu dəfə Osmanlı ordusu Mərzifonlu Qara Mustafa Paşa rəhbərliyi ilə gəldi. Viyana yenə mühasirəyə alındı, amma bu dəfə də işlər istədikləri kimi getmədi. Avropalılar birləşdi və Osmanlı ordusunu darmadağın etdi. Nəticə Osmanlı geri çəkildi. Avropada zəifləməyə başladı və bu məğlubiyyət imperiyanın tənəzzül dövrünün başlanğıcı oldu. Beləliklə Osmanlı Viyananı fəth edə bilmədi. Amma bu gün Viyanaya gedib yaxşı bir türk qəhvəsi içə bilərsiniz. İroniya deyilmi? Görüşərik.